Baş beyin törəmələrdə xəstələrin ilkin şikayətləri baş ağrılardandır. Onlar adətən ilkin səhər saatlarında baş verir. Eyni zamanda ürək bulanma, qusma müşahidə oluna bilər. Sonra tədricən törəmə böyüdükcə eşitmənin, görmənin pozulması ola bilər, baş gicəllənmə ola bilər, epileptik tutmalar, iflic əmələ gələ bilər. Belə hallarda əlbəttə ki, xəstə mütləq neyrocərrahiyə müraciət etməlidir və əlavə instrumental müayinələrdən keçməlidir. O cümlədən MRT, kontrastlı MRT, beyin kompüter tomoqrafiyası və diaqnoz təsdiqlənəndən sonra neyrocərrah törəmənin ölçülərindən asılı olaraq ya klinik dinamik müşahidə təklif edir, yaxud da cərrahi müalicə təklif oluna bilər. Və xoş xəstəlik törəmələrdə bu müalicənin nəticələri daha gözəldir, nəinki bəd xəstəlik törəmələrində. Bəd xəstəlik törəmələri adətən beyin toxumasından ilkin əmələ gəlir. Buna deyirlər ilkin beyin törəmələri, bəd xəstəlik törəmələri, yaxud digər orqanlardan yayılmış metastazlar kimi hesab olunur. Və bu halda neyrocərrahi müalicə, əməliyyat ümumi müalicənin bir hissəsi kimi hesab olunur.